Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın ECMWF, yəni Avropanın Orta Mənzilli Hava Tədqiqatları Mərkəzinin troposferin orta qatları üçün gözlənən siklon və antiksiklonların ümumi gedişi haqqında məlumatları sizin diqqətini çatdırırıq. Xüsusilə də kanalda əvvəlcədən də bildirdiyimiz kimi, Qafqazın şimalından daxil olması gözlənilən atmosfer cəbhələrinin təsirindən Qafqazın cənubu, Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi ehtimalları var. Xüsusilə də bu proses artıq iyun ayının 9-una keçən gecə Bakı Abşeron Sumqayıt ərazisində də lokal qısa müddətli leysan və lokal dolu proseslərinə səbəb ola bilər. Amma mən bu barədə danışmamızdan əvvəl ümumi vəziyyət haqqında danışmaq istəyirəm. Artıq biz o yağıntı parametrlərinə baxaraq yağıntıların daha çox Bakı ərazisində leysan şəklindəmi və yaxud da dolu şəklindəmi baş verib-verməyəcəyi haqqında ətraflı olaraq analizlər təqdim edəcəyik. Xüsusilə də artıq buradakı proses onu göstərir ki, iyun ayının demək olar ki, sonlarına qədər olan müddət ərzində Rusiyanın qərbində, Qara dəniz ərazisində, Xəzər dənizı ölkələrində, Aralıq dənizinin şərqində bu ekstratropik tipli siklon sistemləri, hansı ki bu sistemlər daha çox əslində payız dövründə müşahidə edilməlidir. Amma lakin iyun ayında da bu iqlim dəyişikliyi nəticəsində artıq yeni iqlim normasına uyğun olaraq bu tip proseslərin tez-tez təkrarlanması gözlənir. Hazırda faktiki olaraq, yəni iyun ayının 8-i Azərbaycan vaxtı saat 18:40 radələrində olan son məlumatlar onu göstərir ki, hazırda Xəzər dənizinin şimal və şimal-şərqində, Qazaxıstan ərazisində orta troposferdə ekstratropik tipli siklon sistemi müşahidə edilir və bu sistemin təsirləri ilə daxil olan sərin hava dalğaları ilə bu rütubətli hava axınları Qafqazı toqquşur, Qafqazın cənubunda toqquşur. Bu da yağıntıların intensiv və güclü olması səbəb olacaq. Xüsusilə də iyun ayının 9-una keçən gecə bu proses burada artıq Bakı ərazisinə təsir edir. Çünki burada nə baş verəcək? İyun ayının 8-dən 9-una keçən gecə əvvəlcə Kiçik Qafqazdan daxil olan sistemin tədricən Dağlıq Şirvandan Bakı Abşeron Sumqayıt ərazisinə doğru daxil olması potensialı var. Buradakı prosesə biz baxanda görürük ki, xüsusilə troposferin orta qatlarındakı bu ekstratropik tipli siklon sistemi ilə cənubdakı antisiklonun deməli, birləşdiyi ərazi Qafqazın cənubu Azərbaycan ərazisi olacaq. Baxın, buradakı ekstratropik tipli siklon sistemi və eyni zamanda Atlantik okeanın şimalından daşınan orta troposferdən, yəni troposferin 4-6 km hündürlüyündən daşınan rütubətli hava axınları, baxın bu qalın xəttlə, baxın 576 xətti ilə və gördüyünüz kimi gəlir Qafqazın şimalından keçir və Qara dənizdə də bir növbəti ekstratropik tipli siklon sisteminin formalaşması ehtimalları var ki, bu da bu sistemi bir qədər gücləndirəcək və nəticədə Qafqazın cənubu Azərbaycanda yağıntıların xüsusilə də lokal qısa müddət ərzində intensiv və güclü olması ehtimalları var. Bu barədə birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayımlanacaq. Eyni zamanda bu proses daha çox hansı ərazidə təsir edəcəksə, bu barədə də təzyiq xəbərdarlıqlar kanalda yayımlanacaq. İyun ayının 10-u və 11-də də yenə də Qara dəniz ərazisində ekstratropik tipli siklon sisteminin aktiv olması Rusiyanın qərbində isə əksinə atmosfer təzyiqində artım gözlənir. Azərbaycan ərazisi yenə də həm Rusiyanın qərbindəki ekstratropik tipli siklon sisteminin, həm Rusiyanın qərbində Şərqi Avropadakı antisiklonun, həm də Qara dənizdəki növbəti ekstratropik tipli siklon sisteminin təsiri altında olacaq. Qafqazın cənubu Azərbaycan ərazisində iyun ayının 10-u, 11-i, 12-si, demək olar ki, iyun ayının 2-ci 10 günlük ərzində hava şəraitinin demək olar ki, tez-tez dəyişilməsi gözlənir. Çünki burada cənub-şərqdəki Hind okeanı dipolunun gətirdiyi yüksək atmosfer təzyiqi ilə bu isti hava dalğaları Qara dəniz ərazisini, Qara dənizin şərqindəki bu ekstratropik siklon sistemi gətirdiyi rütubətli hava axınları, hansı ki bu Aralıq dənizin şərqindən də daşınır, Xəzər dənizindəki rütubətli hava axınları burada mürəkkəb bir proses müşahidə ediləcək. Bu da xüsusilə də iyun ayının 9-una keçən gecə və iyun ayının 10-u, 11-i, 12-sində Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, Naxçıvanda, Dağlıq Şirvanda və mərkəzi aralığında lokal topa yağış buludlarının aktiv inkişafına səbəb ola bilər. Hansı ki bu barədə son dəqiqə məlumatları kanalda yayımlanacaq. Bu proses iyun ayının artıq 12-sinə keçən gecədən başlayaraq bu prosesin təsirləri artıq qonşu Gürcüstan ərazisində və Türkiyənin şərq rayonlarında daha aktiv olacaq. Bu sistemin zaman-zaman qonşu Gürcüstan ərazisindən Azərbaycanın şimal və qərb rayonlarına doğru daxil olması potensialı var. Çünki bir daha bildirdiyimiz kimi Azərbaycan ərazisi Hind okeanından daşınan Hind okeanı dipolu ilə bu yüksək atmosfer təzyiqi ilə aşağı atmosfer təzyiqlərinin birləşdiyi ərazidə
cəbhə zonasında olacaq ki, bu da o deməkdir ki, burada artıq bir neçə hava axınları toqquşacaq, həm isti hava axınları, həm rütubətli, həm də sərin hava axınları toqquşacaq. Bu da ciddi bir hava dəyişikliyinə səbəb olacaq. İyun ayının ortalarına doğru artıq iyun ayının 13-ü, 14-ü və 15-ində isə Qaradəniz regionunda daha güclü bir ekstratropik siklon sistemi aktiv olması, Rusiyanın qərbində antisiklonla ekstratropik siklon sistemlərinin birləşməsi gözlənilir. Deməli, burada mürəkkəb hava şəraiti davam edəcək. Bu da o deməkdir ki, yenidən baxın Atlantik okeanın şimalındakı baxın bu rütubətli hava axınlarını görürsünüz. Bu rütubətli hava axınlarından bu Qaradəniz ərazisində Avropanın mərkəzində Balkanlardakı ekstratropik siklon sisteminin baxın burada hava axınlarına orta troposferdən rütubəti və nəvi Qafqaz ərazisinə doğru daşıması eyni zamanda Rusiyanın qərbindəki antisiklonla Rusiyanın qərbindəki ekstratropik siklon sistemlərinin təsirindən də buradan da sərin hava dalğalarının daxil olması gözlənilir. Deməli, Azərbaycan ərazisi yenidən iyun ayının 13-ü və 14-də qeyri-sabit hava şəraitinin təsiri altında olacaq. Çünki bu sistemlər gördüyünüz kimi zaman-zaman Şimali Qafqazdan Cənubi Qafqaza doğru həm sərin hava, həm də rütubəti daşıyacaq. Eyni zamanda qərbdən də gördüyünüz kimi Aralıq dənizinin şərqindən və Qara dənizdən də bu tip rütubətli sistemlərin tez-tez Qafqaz ərazisinin müdaxiləsi gözlənilir. Bir daha bildirdiyimiz kimi 2026-cı ilin iyun ayının sonlarına qədər bu proses davam edəcək. Hətta mən bunu deyərdim ki, yaxın aylarda artıq yeni model yeniləmələri bunu göstərəcək ki, iyul və avqust aylarında da qeyri-sabit hava şəraiti tez-tez təşkilatlanacaq. Amma faktiki vəziyyət ondan ibarətdir ki, iyun ayının 9-dan keçən gecə Dağlıq Şirvandan Bakıya doğru Toba yağış buludlarının daxil olması potensialı var. Eyni zamanda iyun ayının artıq 10-u, 11-i, 12-si, 13-ü, 14-ü və 15-ində də Qafqaz ərazisində, Qafqazın şimalında və Qafqazın cənubu Azərbaycanda hava şəraiti tez-tez dəyişiləcək. Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə Qazaxda, Mərkəz Aranda lokal xarakterli Dağlıq Şirvanda, Cəlilabad Astrada havada buludluğun artması, lokal leysanlara ehtimallar var. Bu barədə son dəqiqə məlumatları kanalda yayımlanacaq. Xüsusilə də Böyük Qafqazda, Gəncə Qazaxda və Kiçik Qafqazda bu prosesdə lokal şiddətli ola bilər, lokal dolu yağa bilər, dolunun diametrində iri dənəli yağması ehtimalları var. Bu barədə son dəqiqə məlumatları kanalda yayımlanacaq.